İxvan yox, xavarij birisi barəsində. Abu Hanzalanın haqqında deyilir ki, məsələn, bu adam Albaniya kafir deyil, düzdür? Bir qardaş da qayda deyir ki, yəni, mən ona xavarij deyə bilmərəm, çünki xavarij cəhənnəm köpəyi deməkdir. Nədir deyib də, yəni mən ona xavarij deyə bilmərəm. Bu söz nə qədər doğrudur? Mən o qardaşı tanımıram, amma o demirəm, aydındır. Qardaşı tanımıram, amma belə zənn edirəm ki, o qardaş da onun əqidəsindədir. Ya sadəcə o gizlədir. Çünki bu olub, daima belə olub. Yəni, ümumiyyətlə, bidət əhli, qardaşlar, əhl-i sünnənin çox olduğu, yaygın olduğu, güclü olduğu yerlərdə öz əqidələrini izhar etməkdən qorxublar. Özlərini gizlədiblər. Və əhl-i sünnə onları yəni də tanıyıblar, tapıblar. Ona görə Abdullah ibn Mübarək deyir ki, kim öz bidətini bizdən gizləsiz, heç vaxt öz ətrafını bizdən gizlədə bilməyəcək. Aydındır. Ona görə Sufyan Əs-Savri, rahiməhullah, Bəsriyə gələndə bir adam barədə eşidir. İmam Əs-Savri, rahiməhullah, cəmaatdan soruşur ki, o hansı məzhəb üzərindədir? Məzhəbi nədir? Deyirlər ki, məzhəbi sünnə üzərindədir. Yəni, sünnət əhlidir. İmam Əs-Savri susmur, ikinci sual verir. Deyir, kimlərlə oturub durur? Deyirlər ki, qədərlərlə. Deyir, deməli, elə o da onlardandır. Elə o da qədərdir. Sadəcə gizlədir, müvəqqətidir, ortaya çıxacaq. Yəni, bu ola bilməz. Bir insan sünnət əhli olsun, amma qədərlərlə oturub dursun. Aydındır. Ona görə Abdurrahman Avzaiyə deyəndə ki, bir adam deyir ki, mən haqq əhlinə də otururam, batil əhlinə də. Avzai rəhməllah deyir ki, yəni o demək istəyir ki, haqla batil eynidir. O bunu demək istəyir, yəni bunu iddia edir, yəni iddiası nədir o adamın? Bu absurd şeydir. Ona görə bir adam əgər deyirsə ki, o adam, mən ona xavaric demirəm, necə xavaric demirəm? Yəni, o məntiqlə, yəni demək ki, xavaric cəhənnəm köpəklərdir, necə ki, hədisdə gəlib və bəs Əli radiyallahu anhumun zamanında bilirdilər ki, bunlar harurilərdirlər, bunlar Peyğəmbərin elə vəsf elədiyi, o hədislərdə vəsf elədiyi xavaricdirlər. Buna etiqad edirdilər və bunu dilə gətirirdilər. Yəni, problem idi. Yox. Bu adı da onlara verən Allah Rasuludur, bu vəsfi də onlara verən Allah Rasuludur. Vəssalam. Və buna tabi olmaq, sünnəyə tabi olmaqdır. Və o adamın, bu Hanzalanın, o birinci cahildir. O adam mürəkkəb cahildir. Yəni, buna əmin olun. Yəni, elmdən azacıq payı olan bu kəlməyə şəkk eləməz. Elmdən azacıq payı olan adam bu sözə azacıq şəkk eləməz. Biri var, bəsit cahil. Cəhalətin növləri var. Bir var, mürəkkəb cahil. Bu adam mürəkkəb cəhalət içərisindədir. Aydındır. Sadəcə olaraq pafoslu çıxışlar, o güllü bəzəkli sözlər, həm də bir şey bilin. Bir şey bilin. Nə fikir çıxırsa çıxsın, ən axmaq fikir, məntiqə, sağlam məntiqə, səlim fitrətə zid, ən axmaq fikir çıxsın. Əgər o fikrin içində hakimiyyətə qarşı narazıçılıq və s. varsa, ətrafına adam toplayacaq. Ona görə bu daima bidət əhlinin əsas o nöqtələrindən olub. Yəni, bundan tutunublar. Niyə? Çünki adətən rəhbərlər tarix boyunca, yəni, cəmaat onlardan razı olmur. Yəni, cəmaat daima narazı olur. Bu narazıçılıqdan bidət əhli həmişə istifadə edir. Ona görə bunu özləri üçün əsas edirlər dəvətdə. Bu da həmçinin. O cür çıxıb danışmağa nə var? Çıxdan güya tənqid edir, söyür, o, bu, pafoslu çıxışlar, güllü bəzəkli, adam da mürəkkəb cəhalətin içərisindədir. Yəni, elmdən azacıq pay olan bu kəlməyə şəkk eləməz. Aydındır. Və qaldı ki, onun xavaric olmağı, əslində, məsələn, elə birisi barədə demək ki, xavaric, bu şəxsən mənə görə xavariclərə təhqirdir. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləm vəsf elədiyi xavariclərə təhqirdir. Yəni, bu, onların yanında toz deyil. Aydındır. Yəni, təsəvvür elə,
Bu adam o gündədir ki, indi biz deyirik ki, alimlər deyiblər ki, ixvanlar müasir xavarislərdilər. Bu adam ixvanları təkfir edir. Təsəvvürlə bizdə istər Azərbaycanda, istər bu başqa ərəb ölkələrində və s. təkfirçilərin istinad elədikləri bəzi adamlar var da. Abu Muhammed Əl-Məqdisidir, Abu Qatadə Əl-Filistinidir. Yəni təkfirçilərin əsasən istinad elədikləri adamlardır. Bu adam az qala onları da təkfir eləyir. Yəni sən vəziyyəti bir dənə göz qabağına gətir. Aydındır. Sən Şeyx Albani deyirsən. Şeyx Albani qoy kənara. Mən gör kimləri misal gətirirəm. Təkfirçilərin istinad elədikləri adamları bu adam az qala təkfir edir. Məndə dəqiq məlumat yoxdur. Amma ən azından bidətçi görür. Yəni belə deyək də, bunun sahib olduğu əqidə o Allah bilir doğrusunu, amma mən belə düşünürəm ki, müasir dönəmdə, müasir zamanda xavariciliyin ən pik nöqtəsidir. O da nə? Özlərindən olmayan hər kəsi təkfir edirlər. Hətta təkfirçilər də. Hətta təkfirçilər də. Özlərindən olmayan hər kəsi təkfir edirlər. Necə? Adi bir misal deyəsəm. Təsəvvürlə, məsələn, cahiliyyə üzr məsələsini götür. Tutaq ki, Əli cahilliyi üzr görür. Vəli cahilliyi üzr görmür. İndi Əli cahilliyi üzr görür deyənə, Vəli onun barədə nə deyir? Deyir ki, xəta eləyib də, düzdürmü? Xəta eləyib. Yəni, onu təkfirləmir ki. Yəni, söhbət şirk edəndən getmir, ha. Əli də, Vəli də namaz qılandır, ibadət edəndir. İkisi də tohid əhlidir. Sadəcə olaraq onlardan birisi cahilliyi üzr görür, birisi görmür. Təsəvvür təsəvvürlə. Bunlar, gör hansı vəziyyətdədirlər, nöqtəyə bax. O, hətta cahilliyi üzr görməyib. Amma görənləri ki, təkfir eləməyənlər təkfir edirlər buna görə. Yəni, təsəvvürlə cahilliyi üzr görəndən kitabı çoxdan bağlanıb. Hətta o kəslər ki, cahilliyi üzr görmürlər. Cahilliyi üzr görmürlər. Lakin görənlər barədə təsəvvürlə gör, mövzu biz müzakirə eləmir ya. Pirə gedənlər, onların kitabı çoxdan bağlanıb. Onlardan müzakirə gedmir. Müzakirə gedir tohid əhlindən. Təsəvvür, tohid əhli təkfir edilir. Nə var? Tutaq ki, cahilliyindən şirk edəni təkfir etmədiyinə görə bu nə oldu? Kafir oldu. Muvahid, tohid əhli, ibadət əhli təkfir edildi. Və bunun yanında bir tayfa var ki, o cahilliyi ümumiyyətlə üzr görmür. Lakin üzr görənlər var, ha, onlar təkfirləmir. Bunları da təkfirləyirlər. Başa düşdü? Buna nə deyirlər? Bu firqənin adı və vəsfi özlərindən olmayan hər kəsin kafir olduğuna etiqad eləmək. Bizdə birisi var idi. Azərbaycanca danışan Şeyx Albani barədə danışmışdı. Nə bilmirəm. Hə. İçki içən də kafir edir. Hə. Nəysə. Hə, təsəvvür bilmirəm. Təsəvvürlə qardaşlar bir onun indi yox, əvvəl bir Şeyx Albani barədə bir danışığını göstərmişdilər. Deməli, Şeyx Albani rahiməhullah barədə, yəni güya üzr gətirir ki, yəni Şeyx Albani bilmirəm, Şeyx Albani cahilliyi üzr görürdü və bu məsələdə xəta eləyib. Cahilliyi üzr görüb, bu məsələdə xəta eləyib. İndi həmin bu sözü deyən adam indi bayaqki dediyim etiqaddadır. Yəni kim ki cahilliyi üzr görürsə, bunlar təkfir edirlər. Aydındır? Yəni təkfir etməyənin müsəlman olduğuna etiqad etmirlər. İndi özü bu etiqaddadır. İndi bunun özünə sual verirlər ki, deyirlər ki, sən neçə ildir ibadətdəsən? Mən bir qardaş danışıb, mənə önəmli deyil bu necə sual verib, yazışıb, zat. Yəni mən məsələn məqsin deyirəm, əsas bizə lazım olan şey deyirəm. Bir qardaş buna deyib ki, sən neçə ildir müsəlmansan? Deyib ki, nə bilim də,
erkənlik yaşından deyib, 15 yaşından deyib, 20 yaşından bilmirəm, nəsə bir cavab verib. Deyib, yox, sən 6-7 aydır müsəlmansan. Necə? Deyir, sən indi nəyə etiqad edirsən? Sən etiqad edirsən ki, bir adam cahilliyi üzr görəni təkfir etmirsə, o müsəlman deyil. Sən 6-7 ay bundan qabaq Şeyx Albani təkfir etmirdin. Deməli, müsəlman deyildin. Sən ümumiyyətlə İslama girməmişdin. Çünki onlar, sən dəhşədə bax, cahilliyi üzr görəni təkfir etməyi dinin əsası ediblər. Yəni, İslama girmək. Təsəvvürlə bu adam deməli 6-7 ay bundan qabaq Şeyx Albani təkfir etmədiyinə görə müsəlman deyilmiş. İndi təkfir edir, 6-7 ayda İslama girib. İndi deməli bu adam nə edir? Yox, müsibətə bax, müsibət özündən müsibət gətirir. Deməli bu adam indi dəstər deyir də. İndi sual, necə bir adam 7 ayda İslama girib, cəmaata dəst deyir? Yəni 7 ayda İslama girən adam cəmaata dini öyrədir. Fikir ver, necə zəlalət özü ilə zəlalət gətirir. Ax, sən 7 ayı müsəlmanısan. Necə 7 ayı müsəlmanı cəmaata dəst deyir, ölüm iddia edir? Çünki sən etiqad etməlisən ki, bundan qabaq ki, kafir olmusan, bəs bu öyrəndiklərin və s. Dəhşət. Dəhşət. Bu xavariclik deyil, xavaricliyin kvadratıdır. Başa düşdün, qardaş? Onlar tezdən, belə də deyirlər. Allah bilir, indi onlar nəyə etiqad edirlər, nə deyirlər, amma vəziyyət belədir, yəni. Vəziyyət belədir. Yəni, onlarda vəziyyət, mənim demək istədim budur ki, cahillik üzr deyə, yox, bu məsələlərdir. Onlar məsələləri, belə edir, Lord illəcə çoxdan keçiblər o şey. O məsələlər onlar üçün şey, maraqsız bir mövzulardır. Onlar artıq müzakirə edirlər ki, bidətçi də yox, ha. Albani kafir deyə yox. Auzubillah. Və kimsə də sonra qayıdıb deyə ki, mən buna xabar isteməyim. Yəni, sən hara gedirsən? Necə ki, Allah subhanətlə ayədədir. Eynə təfəbun, hara gedirsiniz bu gedişlə? Hanzaların özünü müşrik görürlər. İki məsələyə görə onu özünü müşrik. Bu, indi bir məsələ var. Bizə bu şəxslər lazım deyil. Sadəcə bizə məsələnin özü lazımdır ki, yəni insanlar, bunların da siz əsas səbəb bir dənədir. Bir dənə səbəbdir. Yəni, kimlər ki, bu fikirlərə düşür və ya bu cür cahillərə allanırlar, bunun bir dənə səbəb var. O insanın öz əqidəsini bilməməyi yox, hələ onlardan əlavə, belə sosial səbəblər, ikisi çox səbəblər ola bilər. Belə, yəni elmi müstəvidə deyirəm. Ən əsas səbəb insanın öz əqidəsini bilməməsi. Vəssalam. Ona görə fikir versəz, o cür insanlar adətən danışanda deməzlər ki, məsələn, filan alim belə deyir, filan alim. Adətən danışanda görürsən, məsələn, Quran, Allah subhanət hələ belə deyir. Eyni ilə xavariclərin vəsfidir. Eyni ilə xavariclərin vəsfidir. Ona görə İbn Abbas gəlib onlarla söhbət edəndə, İbn Abbas elə onları bu nöqtədən vurdu. Yoxsa dəlilə qalsa onlar dəlillə danışırdılar da. İbn Abbas nə deyirdilər? Ayənə cavab verirdilər. Nə deyirdi? Ayənə cavab verirdilər. Elə qurra idilər. Quran hafizləri idilər. Aydındır? Dəlillə danışırdılar. Şeyxülislam İbn Teymiyyə rəhməllah deyir ki, elə bir firqə varmı ki, zəlalət əhlindən dəlillə danışmasın? İblis, Allah Azza və Cəllə deyəndə ki, 2 əlimlə yaratdığıma nə üçün səzdə etmədin? Dedi ki, mən ondan xeyirliyəm. Xalaqtəni minlər və xalaqtahu min tin. Məni oddan, onun torpaqdan yaratmışsan. İblis dəlil gətirdi. İblis o məqamda, subhanallah, Allah Azza və Cəllənin əmrini eşidə, əməl etməyə, zəlalətinə, batilinə dəlil gətirdi. Qiyas, məni oddan yaratmışsan, Adəmi torpaqdan, o torpaqdan üstünsə, mən ondan üstünəm, niyə görə ona səzdə etməliyəm və s. və ilə axır. Elə bir bidət firqəsi yoxdur ki, dəlillə danışmasın. Elə İbn Abbasın onları vurduğu nöqtə bu idi. İbn Abbas görəndə ki, onlar yəni, ayələrə istinad edirlər, müəyyən ayələrə, onları dəlil kimi ortaya qoyurlar. İbn Abbas nə deyir? Deyir ki, mən o qövmin, o cəmaatın yanından gəlirəm ki, sahabələr, tabinlər, sizin mənə dəlil gətirdiyiniz bu Qur'an onlara nazil olub. Yəni, bu Qur'anın, bu vəhyin şahidləri onlardır. Və onlardan birini sizin içimizdə görmürəm. Yəni, belə ağıllı çıxmısınız. Yəni, sən gətirdiyin ayəni onlar niyə belə başa düşmədi? Yəni, sən gətirdiyin ayə buna dəlalət eləsəydi, o kişilər sizin yavuzda olardı da, bizim önümüzdə olardı. Çünki o ayələr onlara nazil olub axı.
və o ayənin mənasını səndən yaxşı bilirlər. Çünki vəhyin şahidlərdirlər. Və birini də içimizdə görmürəm. Yəni İbn Abbasın vurduğu nöqtə bu idi. Ona görə bax bunlara, alim anlayışı yoxdur bunlarda. Məsələn, sual verirsən ki, bütün yəni əsrlər boyunca əhl-i-sünnə alimləri olub, bu din bizə belə gəlib çatıb, bu din belə gəlməyib ki, kitablardan nəql olunsun və ya 6-cı əsrdə və ya 10-cu əsrdə kimlərsə haransa qasınlar, 3-cü əsrə, 4-cü əsrə aid müəyyən şəhəri kitablar tapsınlar və o kitablar üzərində din qudsunlar ki, sən demə Muhammed sallallahu aleyhi ve sellemə gələn din bu imiş. 3 əsrdən sonra tapdıq. Belə şey olmayıb axı. Din bizə nəsillərdən nəsillərə ötürülüb gəlib. Sahabələr bu dini Allah Rasulundan alıb, tabiinlər sahabələrdən, atbə tabiin onlardan, hər nəsildən nəslə, əsrdən əsrə belə ötürülüb və bu günə çatıb və belə də gedir. Yəni bu əmanəti öz çiyinlərində daşıyan kişilər olub. Əhl-i-sünnətin imamları, alimləri. Heç bir əsr əhl-i-sünnə imamlarından xali olmayıb. Və bu dəlillərdə də sabitdir. Məsələn, Peyğəmbər sallallahu aleyhi ve sellem'in deməsi ki, hər əsrin başında Allah azze və cəllə o dini dindarlar üçün dirçəldən mücəddid göndərməsi. Bu hələm o alimlərin hamısı yox, o alimlər içərisində biri və ya bir neçəsidir. Bu hər əsrin başında olur. Yəni bu hər əsrdə olur. Yəni elə bir əsr, elə bir il, elə bir an yoxdur ki, ümmət alimsiz olsun. Belə şey olar yəni. İndi sual versən, yaxşı, bax sən ümmət. Bu ümmətin alimləri kimdir? Yoxdur. Tanımır. Sən bu halınla o rafizilərdən, başqa bidətçilərdən daha zəlalətdəsən. Gelib ondan soruşanda ki, sən imamın, alimin bir nəfəsə 20-sin adını çəkəcək. Yəni, havada deyirlər, yəni tutunduğu yer var. Bunlar havada qalıblar. Birini axırıncı dəfə xatırlamıram. Harada sual verdik? Bilmirəm, nəsə, yox, ondan sonra olub. Dəqiq biləm ki, ondan sonra. Bu təzəlicə bu ili deyirəm. Öyle belə söhbət deyirəm, yəni bunu danışdım, indi deyirəm, bax, sən əhl-i-sünnəyəm. Çox gözəl. Bax, sənin imamın kimdir? Bax, sən sahib olduğun bu dini kimdən almısan? Bu dindir, qardaş, bu elm dindir. Sən bu dindir, bu, yəni, sənin atovun, mənim atamın, babamın mirası deyil. Dünya mal deyil. Bu Allahın dinidir. Rasul sallallahu aleyhi ve sellem şəriətidir. Bu dini kimdən götürmüsən sən? Sən imamın kimdir ümumiyyətlə? Mənim dinən görüm. Sözlü əhl-i sünnətə nisbət edirsən. Adım adı çəkə bilmir, qalıb belə. Deyirəm, axırda qayıtdı ki, türmələrdə var. Deyirəm, yaxşı, türmələrdə var. Kimdir də? Birinin adını çək. Adını bilmir. Deyirəm, yaxşı, deyirəm, sənin misalın bilsən nəyə oxşadı? Deyirəm, eyni ilə rafislərin Mehdi əqidəsi. Yəni, onlara görə mövcud, bizə görə isə ma'dum, yəni vozduq. Lor dildə olmayan bir şey. Mehdi. Yəni, onlara görə mövcuddur. Bizə görə ma'dum, yoxdur. Amma sizə görə mövcuddur. Çox gözəl. Ondan bir əmir alırsan, çünki deyirsən ki, o imamdır, rəhbərdir. Yəni, sənə bir əmir, qadağan, bir fərman, bir hökm, zat, bir xeyir, nəsə bir şey var, heç nə yoxdur. Yəni, yoxluğu ilə varlığı eyni şeydir. Sizə görə mövcud olsun, bizə görə ma'dum olsun. Praktikaya endirəndə heç bir şey yoxdur. Yəni, səninlə mənim aramda Mehdiyə nisbətdə heç bir şey yoxdur. Yəni, onun imamlığından sənə nə fayda? Çünki sən başlanğıcdan bunlar birinci imamət əqidəsini qurmaq üçün birinci qayda qoyurlar. Sonra qoyduqları qaydanı pozurlar. Birinci qayda qoyurlar ki, dünya Allahın hüccəti olmadan qala bilməz. Yəni, yer üzərində daima Allahın hüccəti olmalıdır. Yer üzərində daima insanların işlərini idarə edən bir rəhbər olmalıdır. Biz deyirik, vardır, deyir, rəhbərlər, ölkələrin başçıları. Yox, ilahi rəhbər olmalıdır. Yaxşı, ona görə bu ideologiyanın üzərində, bu qayda üzərində bu ideologiyanı qururlar, imamət əqidəsi. Yaxşı, bu qaydanı qurdun. Mehdiyə gələndə qayda pozulur. Bəs Mehdi bizim işlərimizi necə idarə edir?
ondan bir əmr almırsan, bir fərman, heç bir şey. Yəni, onun varlığından sənə heç bir fayda yoxdur. Hansı ki, qayda kimi qoyurlar ki, imamın varlığında fayda var. Dünyəvi və uxravi, şəri bir məsləhə var. Peyğəmbərin nübüvvətindən sonra. Bu məsləhə itdi. Eyni ilə həmin əqidədir. Deyirəm, kimdir sənin imamın? Bu dini kimdən götürmüsən? Alimin. Sən dindən danışırsan. Deyir, var. Kimdir? Bilmir. Türmələrdə kimdir? Tanımır. O türmədə olan tanımadığından sənə nə? Ki, ondan sən heç nə öyrənmirsən. Qıldığın namazı da Şeyx Albani'dən öyrənmirsən. Tutduğun orucu da İbn Hüseymindən öyrənmirsən. Verdiyin zəkatı əgər verirsənsə, İbn Bazdan öyrənmirsən. Yəni, birbaşa yox, onların kitablarından. Bütün dini əhkamları əhl-i-sünnə imamlarından öyrəniblər. Və bununla paralel özləri üçün bir din qurublar. Və deyirlər ki, alimlər türmələrdədirlər. Kimdir? Xəbər yoxdur, tanımadığın, adını bilmədiyin, lap tutaq ki, bildiyin, o alim ki deyirsən, ondan sənə bir fayda yox. Yəni, sən bu dini ondan öyrənməmsən. Qıldığın namazı Şeyx Albani kitabından öyrənib. Aydındır. Yəni, insanlar necə ziddiyyat, təzad içərisindədirlər. Və elə bu zəlalətin apardığı, yəni zəlalət yolunun nəticəsi belə olur. Bəli, bəli. Bəli. Şeyxülislam İbn Teymiyyə rahimehullah təkfir edənlər var. Mənim yanımda şəxsən aydındır. Məhz səbəblərdən birisi, yəni mənim şahidim olduğu cahiliyyə